Alisa Möcüzələr Diyarındakı Ağ Dovşanı xatırlayırsınız? Əlində saat, gecikirəm deyə qaçır. Daim harasa tələsir. Əslində bu dovşan bugünkü insanın özüdür. Müasir dövrdə insanın günləri to-do listlərlə doludur. Daim nəyəsə çatmağa çalışır, gecikməkdən qorxur, dincələndə belə rahat olmur. Heç nə etməyəndə özünü günahkar hiss edir. Tələsir, amma yenə də çox şeyi tam çatdıra bilmir. Beynimiz bu vəziyyəti təhlükə var siqnalı kimi qəbul edir. Bədən daim gərgin qalır, döyüş qaç rejimindən çıxa bilmir. Xroniki stress də məhz belə yaranır. Adını nə qoyuruqsa qoyaq, tələskənlik xəstəliyi, toksik produktivlik, nəticə dəyişmir, yuxular pozulur, zövq alma azalır, bədən yorulur, hətta yatanda belə dincələ bilmirsən. Bunları bilirəm, bəs niyə dayana bilmirəm deyirsənsə, özünə bir sual ver. Dayansam hansı düşüncələrlə üzləşməli olacam? Bəzən bizi qaçmağa məcbur edən görüləcək işlər yox, sükut və o sükut zamanı üzləşə biləcəyimiz düşüncələrdir.